Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələlərin Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin və publik hüquqi şəxslər haqqında Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsi olduğunu bildirib. Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini bildirib ki, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında Naxçıvan Muxtar Respublikası qanununun vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun müddəalarına uyğunlaşdırılmasının təmin edilməsi məqsədi ilə qanun layihəsi hazırlanıb və deputatlara paylanılıb. Qanun layihəsi barədə Ali Məclisin Hüquq Siyasəti Komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Müzakirə olunan məsələ ilə bağlı qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Gündəlikdə duran ikinci məsələnin müzakirəsi zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, publik hüquqi şəxslər haqqında Naxçıvan Muxtar Respublikası qanununun publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası qanununun müddəalarına uyğunlaşdırılmasının təmin edilməsi, o cümlədən publik hüquqi şəxslərin əmlakı və idarəetməsi ilə bağlı müddəaların təkmilləşdirilməsi məqsədi ilə hazırlanan qanun layihəsi deputatlara təqdim olunub. Qanun layihəsi barədə Ali Məclisin Hüquq Siyasəti Komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Bundan da Ali Məclisin iclası başa çatıb. Qeyd edək ki, Ali Məclisdə təcrübədə olan Naxçıvan Dövlət Universitetinin tələbələri də plenar iclasda iştirak edib, iclasın gedişini izləyərək qanunvericilik prosesinin praktiki mərhələləri ilə tanış olublar.